Ermənilərin təxliyəsinə başlanıldı. Nə baş verir? Çox maraqlıdır və 750 ailənin təhlükədə olduğu bildirilir. İndi bu xəbəri də sizin diqqətinizə çatdıracağım. Nə baş verir? Artıq bir müddətdir ki, Suriyanın kəndlərindəki ermənilər təhlükəsiz yerlərə köçürülüblər. Bu barədə News Armenia məlumat yayıb. Latakiyadakı ermənilər qəzeti açıqlamasında vəziyyətlərin yaxşı olduğunu bildirirlər. Hamımız diqqət eləyirik. Əksəriyyət evdə qalır, küçəyə çıxmamağa çalışırıq. Şəhərdə vəziyyət son 2 gündə yaxşıdır. Hər yer qapalıdır. Sadəcə qida ala bilməyimiz üçün bəzi mağazalar açıqdır. Məlumata görə Latakiya və ətraf ərazilərdə 750 erməni ailəsi yaşayır. Suriyadakı erməni diasporu onların ərazidən təxliyəsinə başlayıb və bunun üçün onların hər biri ilə əlaqə yaradılır. Xarici İşlər Nazirliyi də vəziyyəti yaxından izlədiyini bildirir. Qeyd eləyək ki, bir neçə gündür devrilmiş Bəşər Əsəd rejimi qüvvələri ilə yerli təhlükəsizlik qüvvələri arasında baş verən silahlı toqquşma nəticəsində artıq 1000-dən çox insanın dünyasını dəyişdiyi bildirilir. Hələ Əsəd rejimi yeni devrildiyi zaman burada yaşayan ermənilərin həyatının təhlükədə olduğu bildirilmişdi və hökumətin təxliyə planını hazırlaya biləcəyi açıqlanmışdı. Lakin yeni hökumət yerli ermənilərə təhlükəsizliyin təmin olunmayacağına dair söz verdikdən sonra bu məsələ ikinci plana atıldı. Hazırki vəziyyətdə isə təxliyənin zəruri olduğu bildirilir və 750 erməni ailəsinin olduqları ərazidən çıxarılacağı ilə bağlı məlumatlar da var.